İndi isə baxırıq buna üçbucaq bərabərsizliyinə. Yenə hər hansısa ixtiyari bir üçbucaq çəkək. Məsələn, daha kəskin rənglər götürək ki, üçbucağı çəkəndə gözəl görsənsin. Formada məsəl üçün. Belə bir üçbucaq çəkdim. Bura deyirəm A, bura deyirəm B, burada deyirəm X. Deməli, üçbucaq bərabərsizliyi odur ki, üçbucağın hər bir tərəfinin uzunluğu digər iki tərəfinin uzunluqları cəmindən kiçik, fərqinin modulundan böyükdür. Yəni biz nə deyirik? Axtarılan həmişə çox vaxtı X olur da. İndi gəlin bu X-i tapaq. Bu X-i tapmaq üçün nə edərəm? Bayaq dedim ki, üçbucağın hər bir tərəfinin uzunluğu digər iki tərəfin uzunluqları cəmindən kiçik. X-i yazıram bura. Yəni X kiçikdir A ilə B-nin cəmindən. Fərqinin modulundan böyükdür. Yəni qıraqlara AB demişəm axı, bu kənar hissələrə AB demişəm. Ona görə bunu deyirəm. A çıx B. Bu formada olur. Bunu da istəsəm modulda yaza bilərəm. Məsələn, tutaq ki, niyə deyirəm onu? Məsələn, burada tutaq ki, 5 verib, burada verib 2. 5 verib, burada 7 verib də. 5-dən 7 çıxanda -2-dir. Tərəf -2 olmayacaq heç vaxtı. O səbəbdən yəni modulda yazmalıyıq fərqi. Yəni toplamada təbii ki də fərqi olmur. İndi isə digər üçbucağı çəkək. Məsəl üçün yenə kəskin bir rəng götürək. Bu formada çəkək. Deməli belə. Bura A deyirəm, bura B deyirəm, burada X deyirəm. Misal üçün də yəni. Burada deyirəm bir dənə alfa. Həmin bu çəkdiyim mənim üçbucaqda bu alfa hansı bucaqdır? İti bucaqdır da. İti bucaqdırsa, iti bucaq nədir? 90 dərəcədən kiçikdir. 90 dərəcədən kiçik olduğuna görə, deməli mən bunu kökün altında yazarsam, yəni bu formada olacaq da. Alfa A çıxılsın beta, A çıxılsın B, zürü sayın ifadəmə görə, X, X-də yenə olduğu kimi yazıram axı. Kökün altında A kvadratı çıxılsın B kvadrat, üstə gəl B kvadrat. B kvadrat. Bu hardan gəlir? Pifaqordan gəlir. Nəyə görə? Məsələn, biz buna baxsaq 90 dərəcə kimi katetlərdə kvadratlar, şəkil biraz məntiqsiz oldu. Pifaqor teoremində belə deyirdik ki, katet kvadratı cəmi hipotenuzun kvadratına bərabərdir. Yəni A kvadratı üstə gəlsin B kvadratı bərabərdir C kvadratına. Yəni bu oradan çıxmış olur. Bu nə zaman oldu? Alfa iti bucaq olarsa olar. Alfa iti bucaq. Bucaq olanda oldu. İndi isə baxaq nəyə? Kör bucaq olanda. Alfa kör bucaq olanda necə olacaq? Gəlin ona nəzər yetirək. Məsələn, hər hansı bir üçbucaq çəkək, kör bucaq olsun da o. Formada çəkək, birgə çəkək. Yenə səlqəsiz. Gözün səlqəli çəkməyə çalışaq ki, anlaya bilək nəsə. Bura deyirəm alfa, bura deyirəm A, bura deyirəm B, burada deyirəm X. Kör bucaq nədir? 90 dərəcədən böyük. 90 dərəcədən böyükdürsə, yenə Pifaqoru bura tətbiq eləsəm, A kvadrat, üstə gəlinsin B kvadrat, kiçikdir X, kiçikdir A plus B. Bu dəfə isə belə olmuş olur. Orada iti bucaq olandaydı, burada isə kör bucaq olandaydı. Deməli, üçbucaq bərabərsizliyi haqqında deyəcəklərimiz bu qədər.